40 gün keçdi. 40 gündür bütün susqunluğumuzla güllənin mənasını bilməyən öğrencilərin yasına batmışam. O uşaqlar bugün dərs kilaslarında, nimçətlərinin dalısında, qələm əllərində gələcəklərinin qurucusu olmalıydilər. İndi ama nimçətləri boş, dəftərləri bağlı qalır. Və artıq mədrəsənin zənci onları həyəcana gətirə bilmir. Danışmağa sözümüz qalmayıb. Kəlmələrimiz bu yasın ağırlığı altında sönüşürdür. Bütün işlərimiz, idələrimiz və xəllaqiyyətlərimizin üstünə uşaqlarımızın qanı səpələnir. Biz öyrətmən olaraq boş nimçətlərin hörmətinə qələmi yerə qoyarkən qollarımız da yanımıza düşürdür. Tək təkinizə bu səssizlikdə yanımızda qaldığınız üçün təşəkkür edirik. Bəlkə bu yoldaşlığınız, bu səssizcə yanımızda durmanız və bu günlərdə mesajları ilə ürəyimizi oxşayan uşaqlarımızın gülüş səsləri bizim qollarımıza güc qatır. Heç bir adını unutmayaraq, yaşamın hörmətinə, hələ də bizi gözləyən Azərbaycan uşaqları hörmətinə, öncəki kimi olmasa da, yavaş-yavaş ayağa qalxmaq istəyirik. Sayğılarımızla Ada TV.